Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Mən təlimçi Əmraslanova Cəmilə. Bugün sizdən 7-ci sinifin 21-ci mövzusu olan quş ətinin mexaniki mətbəx emal texnologiyası haqqında danışacağam. Ev quşlarından toyuq, hinduşka, ördək, qaz bunların əti yeməli hesab edilir. Eyni zamanda qida məhsulu kimi çox faydalıdır, çox məsləhətlidir. Onlar tez bişir və asan çeynəlir. Şəkil 1-də ev quşları təsvir edilmişdir. Hansı ki birinci böyük olan hinduşka ətidir, kiçik olan toyuq ətidir, biraz hinduşkadan kiçik olan qaz ətidir, qazdan biraz kiçik olan isə ördək ətidir. Deməli, hinduşka əti olduqca keyfiyyətli qida məhsulu hesab edilir və başqa ətlərlə müqayisədə A, E vitaminləri ilə zəngindir. Tərkibində az miqdarda xolesterin mövcuddur və yüksək keyfiyyətli pəhriz ərzaqı hesab edilir. Hinduşka əti fosfor, kalsium, dəmir, natrium, kükürt, kalium, magnezium kimi, yod, manqan kimi mikroelementlərlə zəngindir və gözəl dadı ilə fərqlənir. Kifayət qədər yağ, karbohidrat, sularla zəngindir və dad keyfiyyətinə görə də o mal əti ilə toyuq əti arasındadır. Hinduşka əti orta yağlığa malikdir və orqanizmə daxil olan kalsiumun mənimsənilməsinə köməklik göstərir. Zulala zəngin olduğundan o bizə istənilən ətin belə deyim də tərkibində olan zulalı təmin etmə qabiliyyətinə malikdir və həyat enerjisi verir insana. Balıq ətində olduğu kimi hinduşka ətinin də tərkibində fosfor kifayət qədərdir. Toyuq ətinin qidalılığı hinduşka ətindən biraz geri qalır, amma bəzi göstəricilərə görə onun üstələri ondan faydalıdır. Hansı ki toyuq ətinin yağlılığı, kalorisi çoxdur. Toyuq ətində bütün digər quş əti növlərinə nisbətən zülalın miqdarı yüksəkdir. İnsan orqanizmində əvəz olunmaz turşuları ilə tam təmin edə bilir və həmçinin o çoxlu mikroelementlərlə sink, mis, magneziumdan zəngindir. Bəs mətbəx emalı necədir? Hansı ki müəyyən mərhələdən keçir. İlk öncə don açılır, daha sonra oda verərək ütülür. Baş, boyun, ayaq, qanat kənarlaşdırılır, içalar təmizlənir, yuyulur, doğranır, yarım fabrikat hazırlanır. Yarım fabrikat da sonradan başqa bir istehsalatda işlənib tamamlanmalı olan məmulatdır. Donun açılması. Dondurulmuş toyuqlar bir-birinə toxunmamaq şərti ilə masa və stellajlara sırayla yığılır. Stellaj da rəflərdən ibarət olan bir avadanlıqdır. Toyuq və ördək ətinin donunu 8-10 saata, qaz və hinduşkanı 20 saata 8-15 cc dərəcədə açırlar. Toyuq ətinin donunun açılmasını açılmamış doğramaq lazımdır. Oda verərək ütmələdir. Belə ki, donu açılmış toyuğun üzərində nayrə xırda tüklər olur ki, onları təmizləmək olmur. Bunun üçün toyuq ətini salfetlə qurudururuq. Daha sonra tüklərin şaquli vəziyyət alması və oda ütülməsi asan olsun deyə ayaqlarından daha doğru belə deyim də üzərinə kəpək və ya un sürtərək odun üzərində tutub ütürük. Dərini zədələməmək, dəraltı piy əritməmək üçün toyuq hiss verməyən odun üstündə ehtiyatla ütlənməlidir. Əgər toyuqda inkişaf etməmiş lələklər, kötüklər varsa, maqqaş və ya xırda bıçağın köməyi ilə kənarlaşdırılır. Bəs toyuğun boynunun, ayaqlarının və qanatlarının kənarlaşdırılması nədir? Belə ki, içalatı çıxarmazdan əvvəl toyuğun boynunu bir tərəfdən dəridə uzunluğu kəsik edilir. Boynu dəridən çıxarılır, dəri cəmdəkdə qalmaqla sonuncu boyun fəqərəsindən kəsilir. Dəri toyuq və cücələrdə boynun yarısından, ördək və qazda isə 3/4 qismdən kəsilir. Ayaq və qanatlar oynaqlardan kəsilir. İçalatı təmizləmək üçün qarın nahiyəsində döş sümüyünün sonundan toyuğun arxa hissəsinə qədər uzunluğuna kəsilir. Yaranmış deşikdən mədə, qaraciyər, piylik, ağciyər, böyrək çıxarılır. Çinadan və qida borusu boğaz deşiyindən çıxardılır. İçalatı təmizlənmiş vəziyyətdə daxil olan toyuqlarda öd hopmuş yumşaq ət kəsilib götürülür və içalatı təmizlənmiş toyuq 15 cc-dən yuxarı olmayan axar suyun altında yuyulmalıdır. Yuma zamanı qan laxtaları içalat təmizlənməlidir. Quş ətini uzun müddət yumaq məsləhət görülmür, o qida dəyərinin itkisinə səbəb ola bilər. Yuyulmuş toyuq qurumaq üçün qarnı aşağı vəziyyətdə aş üstünə qoyulur ki, suyu axsın.
Adam başına ayrı-ayrılıq və yeməklərin hazırlanması üçün toyuq yarım fabrikatları çox rahatdır. Və belə ki, bölünmə ardıcılığı göstərilibdir. Ayaqların aşağı hissəsi və budlar kənarlaşdırılır. Daha sonra qanadlar kəsilir. Sonra əməliyyatda döş qəfəs kəsilir və bel və döş ayrılır. Bel enə uzunluğuna kəsilir, iki yerə bölünür. Bel enə hissədən kəsilib iki yerə bölünür. Döş uzunluğuna hissədən iki yerə bölünür. Hansı ki biz mağazalardan, supermarketlərdən içalatı təmizlənmiş yox, hətta doğranmış quş əti, döş əti, bud əti, qanad və əti və s. yarım fabrikatlar əldə edə bilərik. Və müxtəlif üsullarla bişirilir. Belə ki, qaynadılır, pörtlədilir, qızardılır. Bişirilən zaman dəri çıxarılıb atılmalıdır. Çünki o insan bədənində piylənməyə səbəb olur. Təhlükəsiz iş qaydalarımız var. Mütləq nəzər salın. Belə ki, quşu doğrayan zaman mütləq bıçağın dəstəyini möhkəm tutmalıyıq. Yaxşı itlənmiş bıçaqla işləməli. Əllərin və bıçağın dəstəyinin quru olmasına çalışmalı. Bıçağı kəsəntiyəsi yuxarı vəziyyətdə qoymamalı. Yerə düşən bıçağı havada tutmağa cəhd göstərməməli. Quşu doğradıktan sonra bıçağı yumaq lazımdır. Asan və sadə mövzularımızdan biridir. Hər biriniz həyatımızda bunları tətbiq edirik. Diqqətlə qulaq asın, diqqətlə öyrənin. Uğurlar hər kəsə.